Aliment nədir? Siz aliment dedikdə yalnız valideynlərin uşaqlara ödədiyi vəsaiti düşünürsünüz? Əslində isə bu daha geniş anlayışdır. Aliment kimlərə ödənilə bilər? Valideynlər tərəfindən uşaqlara. Əgər valideyn uşağını saxlamırsa, boşanıb-boşanmamasından asılı olmayaraq aliment məhkəmə qaydasında tutula bilər. Yetkinlik yaşına çatmış, əmək qabiliyyəti olmayan övladlara. Valideynlər əmək qabiliyyətini itirmiş, yardıma ehtiyacı olan yetkin övladlarını da saxlamağa borcludurlar. Əmək qabiliyyəti olmayan valideynlərə. Yetkinlik yaşına çatmış övladlar valideynlərini saxlamaq və onlara aliment ödəmək öhdəliyinə malik ola bilərlər. Keçmiş ər və ya ərvad arasında. Əgər tərəflərdən biri nikah pozulduqdan sonra əmək qabiliyyətini itiribsə və maddi yardıma ehtiyacı varsa, keçmiş həyat yoldaşından aliment tələb edə bilər. Bacı və qardaşlar arasında. Əgər valideynlər uşağı saxlaya bilmirsə, alimentin bacı və qardaşlardan tutulması da mümkündür. Baba və nənələrə və ya nəvələrə. Əgər yardıma ehtiyacı olan bir baba və ya nənə övladlarından yardım ala bilmirsə, aliment nəvələrdən tutula bilər. Məhkəmə bu alimentlərin miqdarını necə müəyyən edir? Alimentin miqdarı tərəflərin ailə və maddi vəziyyəti nəzərə alınaraq sabit pul məbləğində və ya qazancın müəyyən hissəsi kimi müəyyən edilir. Əlavə suallarınız üçün aşağıdakı əlaqə vasitələrindən istifadə edərək bizə müraciət edə bilərsiniz.